Rüstəmli Yalçınoğlu'nun bugün mövlud gündür. Mövludu mübarək olsun. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bugün 1-ci Qarabağ müharibəsini şücaət göstərən qəhrəman igidləri də özlərinə borc bilirlər, gəlib iştirak edirlər. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə şəfa verəklərin namazı can sağ olun. Dəyərli izləyicilər, bir daha salamlayıram. Bugün qəhrəman, vətən uğrunda canından keçən, evin yeganə övladı olan, hər zaman ana-atadan üstün vətəni düşünən, hər zaman yaşadığı dövrdə də xeyirxah işlərlə məşğul olan, cavan yaşlarında, əyləncədə üstün xeyirxah işlər, suab işlər, yaxşı işlərlə məşğul olan Kənan Rüstəmli. Kənan Rüstəmli yaşadığı dövrdə dediyim kimi, hər zamandakı kimi əlindən hər zaman yaxşı işlər gəlib. Hər zaman heç kimin qəlbini incitməyib. Hər zaman da dəstək olan bir qardaşımız olub. Ancaq o Kənandır ki, evin yeganə övladı olmağına baxmayaraq, vətənin dar günündə torpaqların 20% işğal altında olan və vətən igidləri çağıran anda hər bir şeydən üstün, anadan, atadan, bacıdan və hər bir şeydən üstün tutan Kənan Rüstəmli vətəni üstün tutaraq və əldə silah dərhal döyüşlərə qatılaraq, irəlidə, öndə gedərək vətənin dar günündə torpaqları azadlığı uğrunda canından keçdi. Təki vətən sağ olsun deyən qəhrəmanımızda. Allah ruhunu şad eləsin. Şəhid Kənan Rüstəmlinin bugün mövlud günüdür, mövludu mübarək olsun. Allah cəm şəhidlərimizi rəhmət. Azərbaycan torpaqları uğrunda canından keçən fərqi yoxdur. 1-2, antiterror, qisas, Xocalı, 20 yanvar hamısı vətən uğrunda canından keçən qəhrəmanlardır. Ruhları qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Fərhad kişi, ilk öncə salamlayırıq sizi. Siz də 1-ci Qarabağ müharibəsində sizin də elə produktdan tutmuş, ta ki şücaətə kimi sizin dəstəyiniz olub. İstərdik ki, elə bugün evin yeganə övladı olan Kənan Rüstəmlinin ocağında bir şücaət göstərən qəhrəman kimi siz də bir iki kəlmə deyirsiniz. Bismillahirrahmanirrahim. Allah'ın adıyla bugün şəhidimizin mövlud günüdür. Ona görə də toplaşmışıq. Şəhədə salarlar buradadır. Onun atasına başsağlığı veririk və bütün şəhidlərə Allah'tan rəhmət, balamızdan Allah rəhmət eləsin. Vətən yolunda şəhadət olsun. Haramsa İmam Hüseyin şəhidlərdir. Bunlar İmam Hüseyin'e tapşırılır. Bizim salamımızı İmam Hüseyin olaraq çatdırsın. Amin. Təşəkkür edirəm ki, Fərhad kişi, Allah sizi də var eləsin deyirəm. 1-ci Qarabağda hər zaman şücaəti olan igidlərdən əyləşdiyi üçün özümə borc bilirəm ki, cəm igidlərdən elə söz götürəm. Buyur. Mən də bir Azərbaycanlı vətəndaşıyım. Kənan balamızın doğum günüdür. Biz onun doğum günü yazılmış. Ad günü yazılmış. Ad günü mübarək olsun. Cənnətdəki 5-ci il mübarək olsun. Allah sizi İmam Hüseyin'e ayrı salmasın. Siz vətən yolunda candan əziz şey yoxdur. Onun candan əziz şey, ondan keçir. Başımızı uca elədik. Alnımız indi açıqdır sizin sayənizdə. Allah sizi şərafətli ölüm qismət elədir sizə Allah Teala. Ən yüksək məqamdasınız. Cənnətdəki 5-ci il gününüz mübarək olsun. Allah sizi yəni rəhmət eləsin. Allah ataza, anaza sağ versin. Sağ olun, sağ qalın. Sən də çıxırsan, Allah razı olsun. Borcumuzdur, borcumuz. Nam müəllim, siz də öz növbənizdə, hələ belə deyək də, siz 1-ci Qarabağda şücaətdən də əlavə bu gün də yenə də dövlətimizə, vətənimizə xeyrin dəyən bir insansan. Bugün bir müəllim olaraq gənc şagirdləri yetişdirirsiniz vətənpərvərlik ruhunda. Həqiqətən də belə olmalıdır. Sizin kimi insanların sayı nə qədər çox olarsa, bizim gələcək gənclərimiz də vətənpərvərlik ruhunda böyüyər. İstədim Nami müəllim də bu günləri evin yeganə övladı olmağına baxmayaraq vətən uğrunda canından keçən Kənan Rüstəmlinin ocağında bir iki kəlmə desin. Buyur. Allah Kənan balamızı rəhmət eləsin. Bugün onun mövludu günüdür. Cənnətdəki mövludu mübarək olsun. Onun atası Yalçın qardaşımız da bizim silahdaşımız olub. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Yəni ki, bu başqa cürə də ola bilməzdi. Yalçın elə oğul yetişdirib, ərsəyə gətirib ki, özü kimi qəhrəman, mərd, cəsur, vətənimizə layiqli bir oğul
getdi, cavan canından keçdi, bayaq Mübariz qardaşım dedi. Yəni candan şirin şey yoxdur. Onlar öz canın vətən uğrunda qurban verdilər. Və bu günləri onlar şəhadətə qovuşublar. Vətənimizi bu günləri ağ günə çıxardıblar, azad ediblər. Neçə il idi, 30 ildən artıq idi, torpaqlarımız işğal altında idi, valla. Hara gedirdik bizə yaxşı münasibət göstərmirdilər. Hal-hazırda hara getsək bütün xarici dövlətlərdə bizə çox gözəl hal-hazırda münasibət bəsləyirlər ki, bu xalq həqiqətən də döyüşən xalq imiş. Sadəcə olaraq müəyyən səbəblərdən o vaxtı həqiqətən də bizim vaxtımızda həqiqətən də nə təminat yox idi, silah yox idi, yaxşı silah yox idi. Hələ ondan belə silahsız da olsaq, təminatsız da olsaq, biz vətənimizi müəyyən hissəsini qoruyub saxlaya bildik. Bu günləri bizim bağlarımız getdi, o torpaqlarımızı azad elədik. Bu günləri suverenliyimiz azad olub, suveren dövlətdə yaşayırıq, azad bir Azərbaycanda yaşayırıq. Hamısının səbəbkarı bizim o qəhrəman şəhidlərimizdir, şəhid valideynləridir, qazilərimizdir, müharibə iştirakçılarıdır və sənin kimi misal qeyrətli oğlanlarımızdır ki, bu günləri onları da işıqlandırırsan, çox gözəl, həqiqətən də bu işlə məşğulsan. Allah sənə can sağlığı versin. Bir daha Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Məkanları cənnət olsun. Allahın valideynlərinin də Allah səbir versin. Çox ağır dərdli, həqiqətən də övlad bitirmək. İndi onlar da gəzsələr də onların dərdi böyükdür. Biz də çalışmalıyıq ki, onların həmişə yanında olaq. Xalqımız bir yerdə, hər birimiz onların hörmətini gətirməliyik. Onların həqiqətən də böyük qəhrəmanlıq göstərir, şücaət göstərir. Sağ olun, var olun. Təşəkkür, var olasan deyirəm. Əlbəttə, qəhrəman, igidlər hər zaman yaşayır, yaşayacaq. Canlı qəhrəmanlarımıza eşq olsun, Biləsuvarın həqiqətən. Siz elə qəhrəmanlarsınız ki, torpaqların 80%-ni qoruyub saxlayan igidlərsiniz. Buyur, qardaş. Bugün şəhidimiz Kənan Rüstəmovun ocağındayıq, evindəyik. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizin məvlud günü, bugün məvlud günüdür Kənan Rüstəmovun. Allah bütün şəhidlərin məvlud günü mübarək eləsin. Allah sizlərdən də razı olsun ki, Vüsal qardaş, hər zaman çətin də olsa, əziyyət də olsa, belə şeyləri işıqlandırırsınız. Sevə-sevə. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ ol, təşəkkür edirəm. Gələn əqlarınız var olsun. Bugün Azərbaycan üç rəyli bayrağı dalğalanırsa, sizin kimi qəhrəman, igid oğullara görədir, torpaqların 80%-ni sizin özü qarşıya verərək, belə deyək, silahın olmayan dövrü, hətta bizim dövlət başçımızın ən belə deyək də, zəif olan bir dövründə siz torpaqların 80%-ni sizin özü qarşıya verərək qoruyub saxladınız. Allah sizləri var eləsin. Nəinki bugün hər zaman sizlərə hörmət, qayğı və sizlərin də qarşısında baş əyməliyik. Var olasın. Təşəkkürlər.